Hər şeydə bir gözəllik var. Amma bunu görmək hər kəsə nəsib olmur. Deyimi fazil psixoloq tərəfindən belə izah edilir. Biz çox vaxt gözəlliyi sadəcə vizual bir qavrayış, parlaq bir rəng və ya qüsursuz bir simmetriya kimi axtarırıq. Lakin həqiqi gözəllik gözlə görünən deyil, ruhla hiss ediləndir. Niyə bəziləri payızın yağışında kədər, bəziləri isə təbiətin təmizlənməsini görür? Niyə bir nəfər köhnə bir qapıda sadəcə taxta parçası, digəri isə yaşanmış illərin izini və sənət əsərini görür? Psixoloji nöqteyi nəzərdən bizim xarici aləmdə gördüklərimiz daxili aləmimizin bir əksidir. Əgər daxilimizdə hüzur, sevgi və minnətdarlıq yoxdursa, dünyanın ən möhtəşəm mənzərəsi belə bizə boz görünəcək. Gözəlliyi görmək bir bacarıqdır, bir seçimdir. Bu, qaranlığın içindəki işığı, sükutun içindəki harmoniyanı sezməkdir. Bugün özünüzə bir sual verin. Mən dünyaya baxıram, yoxsa dünyanı həqiqətən görürəm? Unutmayın. Gözəlliyi görmək üçün gözlərinizi yox, qəlbinizi açmalısınız. Həyatın hər anında, hər zərrəsində gizlənən o möcüzəni kəşf etməyə hazır olun. Çünki o gözəllik elə sizin özünüzdən başlayır.